Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 4 sot torpaqda evin öz sənədi çıxarışı olan, yəni kupça olan, bax qarşıda gördüyünüz deməli 1 zal 3 otaq olan, bax belə bir həyət evi satılır. Hal-hazırda mən deməli zalında yerləşirəm. Zalın uzunluğu 9, eni 5 metrdir. Gördüyünüz kimi əla və keyfiyyətli təmir olunub. Yenə təkrar edirəm. Deməli, sənədi çıxarışdır, kupçadır. 107,3 kvadrat metrdir. Ancaq torpaq sahəsi isə 3,170-dir. Deməli, 3,170 orada isə 30-dur. Yəni 107,30, %30. Bir də ki bağışlayın, bax bu cür alındı. Bir də ki deməli 3,70, %170. Bax yenidən, yəni ümumi sahəsi 4 sotdur. Orada bir balaca nöqtələri yəqin ki düz demədim. İndi isə otaqların necə yerləşməyini göstərirəm. Otaqlar bax buranın evdə olan əşyaları görürsünüz. Əşyalar ilə birlikdə 95.000 manat, əşyasız 90.000 manat hər iki halda razılaşma olmalıdır. Otaqların ölçüsü 4-ün 5-ədir. Polun möhkəmdir, taxtadır, 2 qat kubiklə hörlüf kürsülüdür. İndi isə ikinci otağa keçirəm. İkinci otağın ölçüsü deməli 3,5-ün 4-ədir. Bax bu cürdür. Bundan başqa təmirli olmağını görürsünüz. Bax əşyaları ilə birlikdə 95.000 manat, əşyasız 90.000 manat, ipoteka yararlıdır. Deməli asan xidmətdə alqı-satqı gedən sənətli kupçadır. Onu da deyim ki, yəni 15 gündən sonra qeydiyyata düşmək mümkündür. Yəni alqı-satqıdan sonra. Burası 3-cü otaqdır. Bax 3-cü otağın da ölçüsü 4-ün 5-ədir. İndi isə mətbəxinə keçirəm. 90.000 manat sözündə bax qarşıda gördüyünüz mətbəxdə gördüyünüz bax bu mətbəx mebeli evdə qalır. 4-ün 5-ədir. Bu cür böyükdür. Eyni zamanda təmirlidir. Yenidən mən sizə otaqların necə yerləşməni göstərirəm. İndi isə navesin alt hissəsini keçirəm. Navesin alt hissəsi 9-un 7-yədir. Yəni bax bu cür böyükdür. Qarşıda hamamını görmək mümkündür. Stil sistemi deməli Aristondur. Bax burada kafel məsələsi qalıb bir dənə. Bax bu cürdür. Yenidən mən sizə navesin alt hissəsini göstərirəm. İndi isə bu evin məhlevin harada olmaq haqqında mən sizə məlumat verim. Bax bu cür deyirəm. Deməli gərc zavodunun yanının yuxarıdan da gəlmək mümkündür. Ancaq burası hal-hazırda bu cür deyirəm sizə. Gərc zavodunun yanından gələn bax orada bildiyiniz kimi Oba market var. Oba marketin qarşısından deməli asfalt yol keçir. Bundan başqa 16 nömrəli Bakbusun avtobus işləyir. Bax həmin o yoldan bir də bir söz deyim. Deməli Oba marketin keçdikdən sonra təxminən 2-3 küçədən sonra sağa dönmək mümkündür. Bax bu evə gəlmək üçün təxminən yerini deyə bildim. Bax həmin o mərkəzi yoldan, yəni asfalt yoldan bu həyət evinə qədər olan məsafə maksimum 300 metrdir. 2 ədəd bakı var. 1-2 tonluq, ikincisi 3,5-dir. Qarşıda bax belə bir deməli 2 otağı var. Bax bu cürdür. Gördüyünüz kimi burada da təmir var. İndi isə bağçasını göstərirəm. Necə görürsünüz bu cürdə var. Bax belə bir həyət evinin qiyməti. Əşyaları ilə birlikdə 95, əşyasız 90.000 manat. Hər iki halda razılaşma olmalıdır. İndi evin öz əsini göstərdim. Bax belə sizlərə uğurlar.